Və Economics efirdədir. İndi isə bağlanacaq Rasim Şərifova. Rasim digər studiyadadır. Buyurun Rasim, söz sizdədir. Hər vaxtın xeyir olsun Günel. Əvvəla qeyd edim ki, bizim maraqlı xəbərlərimiz var. Artıq Azərbaycanda pensiyaçılar öz pensiyalarını digər bankomatlardan da heç bir xərc ödəmədən ala biləcəklər. Digər xəbərlərimiz də olacaq az sonra. Buyurun. Beləliklə efirdə Economics'dir. Pensiyaçılar pensiyalarını digər bankomatlardan çıxara biləcəklər. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev belə deyib. Onun sözlərinə görə banklar arasında interfeys əlaqəsinin gücləndirilməsi hesabına pensiyaçılar onlara məxsus plastik kartlarla müxtəlif bankların bankomatlarından istifadə etməklə pensiyalarını ala biləcəklər. Fond sədri bildirib ki, bu əməliyyatlar zamanı əhalidən xərc tələb olunmayacaq və xidmət haqqını Dövlət Sosial Müdafiə Fondu özü ödəyəcək. Azərbaycan dövləti özünün maliyyə resurslarını kiçik və orta sahibkarlığın inkişafını yönətməyə planlaşdırır. Bu məqsədlə yeni kredit fondunun yaradılmasına başlanılıb. Bu barədə Dövlət Televiziyasının müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib. Bildirib ki, bank real iqtisadiyyata ucuz və uzun müddətli kreditlərin verilməsini hədəfləyib. Bizim kifayət qədər iqtisadi resurslarımız var. Bu proses yəqin ki, bank sektoru vasitəsilə həyata keçiriləcək. Biz bu istiqamətdə real irəliləmişik. Yəqin ki, yaxın dövrdə çox qısa bir müddətdə yeniliklərin şahidi olacaq. Elman Rüstəmov belə deyib. Albaniya hökuməti Azərbaycan qazı vasitəsilə ölkənin qazlaşdırılması ilə bağlı qanun layihəsi hazırlayır. Albaniya mətbuatı bu barədə məlumat verib. Bildirilir ki, söhbət Trans-Adriatik boru kəməri TAP ilə nəql olunacaq qazdan gedir. Qeyd edək ki, boru kəmərinin gücü ildə 10 milyard kubmetrdir. Rəsmi Budapeşt Türk axını layihəsinin gerçəkləşməsində maraqlıdır. Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinə görüşündə belə deyib. Cənub axını layihəsi dayandırıldı, lakin Macarıstan enerji layihələrinə investisiyaların davam etdirilməsinə maraqlıdır. Eyni zamanda bizim ölkə iki qat məsuliyyət daşıyır, belə ki, Serbiyaya gedən təbii qaz tranzit ərazi kimi Macarıstandan keçir. Buna görə də biz Yunanistan, Serbiya və Makedoniya hökumətləri ilə Türk axını layihəsinin realizasiya üçün intensiv danışıqlar aparırıq, çünki bu olduqca sərfəli layihədir. Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, Rusiya Türkiyə ərazisindən Avropaya lazım olan həcmdə qazın nəqli üçün boru kəməri çəkməyə hazırdır. Biz Türkiyəli tərəfdaşlarımızın xahişi ilə qaz ixracının həcmini artıracağıq. Bütün hallarda həmin ölkədə qaz sisteminin inşasını həyata keçirəcəyik. Biz Türkiyə ərazisindən keçən elə iri həcmli boru xətti inşa edəcəyik ki, həmin qaz Avropa İttifaqı ölkələrinə ixrac oluna bilsin. Cənub axını layihəsinə gəldikdə isə bununla bağlı biz öz fikrimizi artıq bildirmişik. Onu həyata keçirmək üçün bizə imkan verilmədi və bu səbəbdən ona əvvəlki formada qayıdışından söhbət ola bilməz. Almaniya hökuməti Avropa Mərkəzi Bankına Yunanistanın kredit proqramının uzadılmasına imkan verməyəcək. Məlum olduğu kimi, bugün Avropa Mərkəzi Bankının İdarə Şurası Yunanistan banklarına əlavə yardım vasitələrinin ayrılması üçün qərar qəbul etməlidir. Bu məsələ Yunanistanın kredit proqramının uzadılması ilə bağlı müraciətin əsasən müzakirə olunacaq. Bununla Yunanistan fevralın 28-də kredit proqramı ilə bağlı başa çatan müqavilənin avqust ayınadək uzadılmasına nail olmaq istəyir. İndi isə birjalarda baş verən tendensiyaya nəzər yetirək ilk olaraq neft bazarında son günlər nisbətən canlanma var. Amerikanın New York əmtəyə birjasında əraca çıxarılan light markalı qarğızılın bir bareli 52 dollar 73 sentdir. London birjasındakı Brent nefti isə cüzi ucuzlaşıb, amma yenə də 61 dollar 40 sentə satılır. Qiymətin metallar bazarında isə qızıl dəyərini itirib. Onun bir unsiyası 1206 dollardır. Gümüş ucuzlaşıb və indi 16 dollar 41 sentə satılır. Digər metalların qiymətində də ucuzlaşma qeydə alınıb. Fond bazarında əksər indekslər yaxşı zonadadılar. Amerikanın səhm bazarı bu saata artım nümayiş etdirib. Yaponiyanın Nikkei 225 indeksi də artım edib. Avropanın səhm bazarında təkcə Almaniyanın DAX indeksi ucuzlaşır. Son ərazilərdə avro dollar 1.1369'dur. Dollar yen 119, funt sterling dollar isə 1.54-25'e mübadilə olunur. Nəhayət, Azərbaycan manatının digər valutaların nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Manat dollar nisbətində yenə manatın enişini şahidi oluruq. İndi 1 manat 78,55 qəpikdir. Avro 1.89,59 qəpikdir. Rusiya rublu 1,2 qəpikdən biraz yuxarıdır. Türk lirəsi isə 32 qəpikdir.
Hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə 497-61-57 nömrəli qayna xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Lizer televiziyasına göndərə bilərsiniz. Günel ekonomik sayılan vaxt bu qədər. Buyur, söz yenidən sənindir. Təşəkkür edirəm.